Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində Xocalı rayonunun Şuşa kənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb və həmin o prosesdə bizim çəkiliş komandamız da olub, izləyək. İşğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. İllərlə həsrət qalan yurd yerləri öz sakinlərini qəbul etməyə davam edir. Belə ki, böyük qayıdış prosesi çərçivəsində növbəti köç mərhələsi Xocalı rayonunun Şuşa kənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə baş tutub. Bu çərçivədə Xocalı rayonunun Şuşa kənd kəndinə 20 ailə 83 nəfər, Xanyurdu kəndinə 12 ailə 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə 147 nəfər köçürülüb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində sevincimin həddi-hüddudu yoxdur. 67 yaşında kəndə qayıdıram. Şükür bu günə. Çıxanda 35 yaşım vardı. Ailəmizlə də, yəni oğlum, 2 oğlum var idi. O cümlədən anam, bacım hamımıza bir də qayıt gəlmişik köşkün Bakı şəhərinə. İndi şükür Allah'a ki, hamımız qayıdırıq. 32 ildə oranın həsrəti ilə yaşamışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların analarının qabağında baş əyirik. Qazilərimizə Allah köməyi olsun. Prezidentimizə Allah Taala can sağlığı versin. Ona ad günü münasibətinə də təbrik edirik. Allah Taala ona can sağlığı versin. Bizə bu sevinci yaşatdı. Şükür Allah'a ki, torpaqlarımız alınıb. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz oraya qan töküb torpaqlarımızın üstündə. Qazilərimizə Allah şəfa versin. Prezidentimizdən də razıyıq ki, şükür Allah'a ki, bizi gətiribdilər, bu təbəqəyə çıxardıbdılar. Evimiz, eşiyimiz, yurdumuza qayıdırıq, elimizə, obamıza, vətənimizə. Möhtərəm prezidentimiz sağ olsun. Allah onun canı sağ eləsin ki, torpaqlarımızı aldı, verdi. Yaşayırıq içində. Şəhidlərimizə də Allah rəhmət eləsin. Mən 15 yaşımda çıxmışam. Şuşadan çıxmışıq biz. Onu sözlə demək mümkün deyil. Çox gözəl bir his. Sevincli, kədərli, nə bilim, sözlə demək mümkün deyil. Bir möcüzədir də, yəni görünməyən bir möcüzədir. İnşallah orada çox yaxşı fikirlərimiz, xəyallarımız var inşallah. Qeyd edək ki, köç edənlər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Ümumilikdə adı çəkilən bölgələrə 98 ailənin 449 nəfərin qayıdışı baş tutub.